Hamiləliyin 15-ci həftəsi. Dölün sağlamlığı, ananın sağlamlığı haqqında danışacağıq və videonun sonunda çərəzlər, qoz, badam, fındıq faydaları nədir, hansı miqdarda istifadə olunmalıdır haqqında sizə maraqlı məlumat verəcəm. 15-ci həftədə dölümüz artıq 10-11 santim uzunluğundadır və 70 qram ağırlığı var. Orta bir alma boydadır. Dölümüz aktiv hərəkət edir. Biz onu yüngül toxunuş kimi hiss edə bilərik, əgər təkrari hamiləlikdirsə, amma əksər hallarda bu həftədə hələ ki hiss etmirik. Dölün ilkin tükləri əmələ gəlir bədənində, lanuqa olaraq adlanılan. Döl udqunmağa başlayır, amniotik mayyəni udur və sonra da sidik şəklində ifraz edir. Sümüklərdə bərkimə gedir, kalsi, maqnezium ehtiyacımız artır. Ona görə ağartı, kalsi və maqnezi mənbələrinə diqqət etməliyik, yaxşı qidalanmalıyıq. O açıdan artıq döl bizdən aktiv şəkildə kalsi tələb edir. Anada kiçik bir qarın əmələ gəlir, uşaqlıq böyüyür, bağlar dartılır. Bu həftələrdə artıq baskı ilə əlaqəli sinir ağrıları və əzələ ağrıları əmələ gələ bilər. Qidalanmamıza diqqət etməliyik. Bu həftələrdə kalsi, maqni və kali içərən qidaları bol istifadə etməliyik və bu maddələrə gəldiyimizdə, makro və mikro elementlərə gəldiyimizdə çərəzlər haqqında danışmaq istəyirəm. Çərəzlər bilirik ki, faydalıdır. İçində bizim üçün önəmli olan yağlı vitaminlər var, omega var, E vitamini var, B qrupu vitaminlər var və liflər var. Amma yağ oranı çox yüksəkdir çərəzlərin. Ona görə də az miqdarda, az belə deyək də həcmdə və çəkidə çox kalori daşıyır. Yəni 100 qram çərəz 600-700 qram kaloridir. Özəlliklə də qoz yağ oranı ən yüksək olan çərəz olaraq 4-5 ədəd qoz eşitdir 100 qram ətə, qırmızı ətə və yaxud da 200 qram toyuq ətinə. Yəni bir yemək qədər kalori alırıq biz 4-5 ləpə qoz yediyimizdə. Buna diqqət etməyimiz lazımdır. Kalori ehtiyacımızdan gərəkli çox kalori almamaq üçün bu ləpələri istifadə edəndə bir ovucdan, yəni 20-30 qramdan fazla qarışıq çərəzdən istifadə etməməliyik. Eyni zamanda da çərəzlər təzə olmalıdır və duzlu olmamalıdır. Çünki çərəzlə biz aşırı çox duz istifadə edə bilərik. Deyək ki, duzlu püstə və yaxud da badam yeyərək. Bu da bizim bədənimizdə suyun tutulması və təzyiqin artmasına səbəb ola bilər. Və əgər biz çərəzləri qızardılmış şəklində bir çərəz alırıqsa, onun içindəki olan yağlı vitaminlər və omega tamamilə öz keyfiyyətini və faydasını itirmiş olur.